Və fəqirliyin qorxusundan evliliyi tərk eləmək. İslam dini məzəmmət edir. Mən tərəkət təzvic məxafətəl fəqr. Fəqirliyin qorxusundan evliliyi tərk edəsən. Yox, olmayacaq, bu necə olacaq? Əsa əzzən billah əzzə və cəl. Onda Allaha bədgüman olmusan. Allah özü neyinər? Bir qapılar açar. Hə, indi qapıları da açar, bu da elə evlənən sonra getdi, yatdı, kişi evdə gələcək, ruzu. Yox, indi axı evlənəndən sonra bir məsuliyyət hissi oyanır. Görsən, işləmək istəyirsən, iş axtarırsan, qapı döyürsən. Allah da neyini qapı açır sənə. Rəhmət qapılarını açır, kömək edir sənə. Ya məsələn, evlənməmişdən qabaq pul elə sağa sola necə gəldi xərcləyirdin, amma da evlənəndən sonra neyinirsən? Pulun qədrini bilirsən, qardaş, yox, bunu evə nə salmalıyam, onu almalıyam. Bir alim belə izah verirdi, Ayətullah Qulpayqani belə izah verirdi. Ürvənin şərhində olmalı, yadında qalan. Ürvə kitabı tələbələr ki, oxuyub bilirlər. Onun şərhində deyirdi ki, yəni, insan da pulunu məsuliyyət daşıyırdı da, elə ora xərcləyim, bura xərcləyim. Allah da nə edir? Məsuliyyət daşıyır, bir bərəkət də verir puluna. Bərəkət də verir, ailədə nə olur? O bərəkətli pulla dolanar. Bəzi insanlar fəqirliyin qorxusundan neyər? Ailə qurmaz. Axı, bəzi evliliklər də elə bir çətinləşdirilib ki, cəmiyyətimizdə, maşallah. Elə yasımız da çətinləşib, evlənməyə də adam, ölməyə də qorxur. Bunlar necə olacaq vəziyyət? Adam evliliyi də elə bir çətinliyə salıblar ki, yox, mənim qohum əqrabam baxacaq, 100% falan şeyi almalıyam qız evində. Bunları danışaram da. Bunu belə almalıyam, onu elə almalıyam, qohum belə bax. Qohum sənə gəlib baxırdı, kömək edəcək ki. Yaxşıları var, yaxşıları istəyirsən. Sabah sən düşürsən borcu xərcinsinə. Nə çətinliyə sal özünü. O qədər çətinləşdirilir ki, ailə qurmaq da nə olur? Bu qədər yuvanır evlərdə, ailələrdə. Nə yaxşılar ki, ailələr bir-birlərini başa düşərlər. Bu sadələşsə, biraz asanlaşsa evliliklər, çoxları subay qalmazdı. Qəlizləşdirilmişik özümüz, süni şəkildə. Evlilik mahiyyəti başqa bir şeydir. Təəssüf olsun. Hə, fəqirliyin qorxusundan evlənməmək. Bu, Peyğəmbər dönəmində də var imiş. Ona görə hədislərdə qeyd olunub. Hətta fəqirliyin qorxusundan uşaq öldürərdilər. Uşaqları ki, öldürürdülər. Mən bir dənə söz deyim sizə. Bizlər çoxlarımız elə bilirik, cahiliyyət dönəmində ərəblər ki, qız övladını öldürürdülər. Təkcə qız övladı deyildi. 3 dənə ayə var Quranda. Neyi öldürmüşlər? Bir səbəb qız övladını öldürməyin, o səbəbi başqadır. Öz qeyrətlərinə sığışdırmırdılar. Qızım oldu. Qızı biraz özlərinə bilirdilər, ar bilirdilər. Hərdən də bizdə də biz bunun başqa şəkili var. Kişinin oğlu olar. Kişi Allah oğlu da verər, qız da verər. Nə olar ki? O dönəmdə biraz pis vəziyyət imiş. Yəni, qızı özlərinə ar bilərmiş. Buna görə öldürərdilər. 1. 2. Ayələni deyəcəm sizə. İkinci, burada da qız-oğlan fərqi yox imiş. Gedərdilər, öz bütləri ki var idi, bütlərinin qabağını qurban verərdilər. Belə öldürərdilər. Yəni, başını kəsərlərini inəyərdilər. Bu 2. Üçüncü də öldürmək nə imiş? Fəqirliyin qorxusundan imiş. Üçüncü də ayəsini deyirəm sizə. 1. وَلَا تَقْتُلُوا أَوْلَادَكُمْ مِنْ اِمْلَاقٍ نَحْنُ نَرْزُقُكُمْ وَإِيَّاهُمْ. Balalarınızı fəqirliyin qorxusundan öldürməyin. Burada balalarınız deyir, qızlarınız demir. Fəqirliyin qorxusundan öldürməyin. Onların da ruzusunu biz veririk, sizin də ruzunuzu biz veririk. Siz elə bilirsiniz, elə siz maaşınız artıb, elə bilirsiniz, vəziyyət yaxşılaşır. Bu balamın ruzusudur. Onun ruzusudur. Ona görə gəlib səni tapıb bu. Yaxşı. Deyib, sənin də ruzunu mən verirəm, balamın da ruzusunu mən verirəm. Bu bir ayə. İkinci ayə. Bütə qurban kesmək üçün kəzəlikə zəyyənə likəsirə minəl müşrikin qətlə əvladihim. Davam var ayənin. Şeytan belə bir zinət vermişdi onlara ki, bütlərinin qabağında övladlarını qətl eləyərdilər. Nə qədər cəhalət? Allah uzaq eləsin. Bu ikinci ayə. Burada qız oğlan fərq eləməzdi ya. Üçüncü ayə budur ki, biz bunu çox demişik adətən. Buşşirə əhəduhum bil unsa zəllə vəcihuhu musfətdə. Elə ki, desəydilər qızın oldu, buşşirə əhəduhum bil unsa. Elə ki, qız övladından müjdələnirdilər, ayə belə deyə, müjdələnirlər. Nə olurdu? Zəllə vəcihuhu musfətdə. Üzlərini turşdurdular, rəngləri qaralardı. Qızım oldu. Musfətdə. Qız övladına bu qədər. Bir gəlmişdi, bir nəfərə demişdi, yuxu görmüşəm. Yuxuda görmüşəm, üzüm turşudmuşam, üzüm qaralıb. Dedi, qızın olacaq. Yuxu yoza bilirmiş o adam. Dedi, hardan deysə, dedi, Quranda ayədir. Necə? Dedi, elə ki, qız övladı bunlara müjdə verin, üzləri qaralar, turşudarlar üzlərini. Doğrudan da Allah qız vermişdi. Yuxun yozumun da bir elmi var, ha, hələ. Hər adam gəlsin, yuxu yozsun. Yox, Quranın batinindən bir ünsiyyət qurmaq lazımdır. Quranla ünsiyyət qurmaq lazımdır. İndi daha o bilənlər bilər, mənəvi hal olanlar bilər. Oradan çıxaq, mövzumuz o deyil. Hər halda qız uşağı neyniyərdilər?
belə tələf eləyərdilər. Ya övladları öldürərdilər. Fəqirlik qorxusu və s. Ya məsələn qız istəmirəm. Bunun müasir forması da indi bugün dünyamızdadır. Gözə ana bətninə inirlər, tələf eləyirlər də. Bu da Qərbin təqdim etdiyi azadlıq. Azadlıq da özü bilər. Özü bilər, öldürür ana bətnində. Sənə din amma bu qədər azadlıq verməyib insana, getsin insan öldürsün. O da bir övladdır da. O da sabah bir nəsil olacaq. Heç Quran məntiqinə əsasən bir nəfəri öldürmək dünyadakı insanları öldürməkdir. Sən dünyanı öldürmüsən ana bətnində öldürməklə. Mən sizə bir dənə statistika deyəcəm. Mən dəhşətə gəldim bunu oxuyanda. Avtomobil qəzasından ölənlər, bir də ana bətninə tələf olanlar. Ana bətninə tələf olanların sayı avtomobil qəzasından ölənlərin sayından daha çoxdur. Yəni, gör nə qədər nələr var, hadisələr var. Gör nə qədər tələf olur ana bətnində uşaqlar. İndi fəqirlik qorxusundandır, orada qız da ola bilər, oğlan da ola bilər. Ya məsələn qızı özünə qaynana istəmir də, Allah saxlamış. Mən oğlan istəyirəm nəvə. Allah verən payda elə bir qəbul elə bunu. Elə bir ki, bu Allahın deyə. Allah verib. Sən istəmirsən, mən istəmirəmlə deyil. Allahın lütfüdür. İnsan bir həddə gəlir çatır ki, bu qədər neyinir, həddin aşır. Təəssüflər olsun. Yaxşı, mövzumuzu davam edək. Ailə qurmaq. Bu qədər tövsiyə olunub. Amma bəzi insanlar ailənin mahiyyətindən uzaq düşüblər. Sırf nüfuza, şöhrətə görə gedərlər kimdənsə ailə qurarlar. Bu xanıma da aiddir, bəyə də aiddir. Nüfuz, məsələn, filan kəsin vəzifəsi var, filan kəslərdəndir. Fəxr eləmək üçün ailə quranlar. Ya qızını orada burada desin ki, mən filan kəsə verdim, ya oğlan desin, mən filan kəsin, ata desin. Bu fəxr üzərində qurulan ailələr. Onlara insan bir nüfuzlu bir insana qızını da verər, nə bilim, sərvətli bir insana pulunu da, amma meyar olmasın gələk. Meyar başqa bir şey olmalıdır. İman bir faktor olmalıdır orada ki, gəlib çıxacam ora. Peyğəmbər buyurur ki, kim fəxr eləmək üçün evlənsə, indi ata, ana qızını, oğlunu fəxr eləmək üçün heç lazım olmayan, nalayiq bir insana nə var, onun vəzifəsi var, nə bilim, filan var, götürə qızını verə, Allah deyir, bu insanı zəlil eləyər. Allah bu insanı zəlil eləyər. Ona görə müğayət olun. Sonra da yolunu cəhənnəmə salar, əgər tövbə eləməsə. Ona görə hədisdə var, mən təzəvvəcə imrəətən, bir oğlan gedə bir xanımla ailə qura. Limaliha, puluna görə, sərvətinə görə. Belə insanlar var da, hə? Sərvətə görə gedən ailə qurmağa. Görə, o boyda, 70 ilsən bundan bir yerdə olsa, pula görə ailə qururlar. Bir otur fikirləş, kimdən ailə qurursan? O nədir, xasiyyəti nədir, düşüncəsi nədir, əqidəsi nədir, etiqadı nədir? Kim bir xanımla ailə qura onun malına, sərvətinə görə və kələhullah iləyh. Allah elə onu möhtac eləyər onun puluna. O da bir ömür neyniyər? Bəziləri istisnalar başına vurar. Biz adam elədik səni. Bu tərəfə də aiddir, bu tərəfə də aiddir. Hər iki tərəfə. Bəzi insanlar üçün fərqi yoxdur. Yenə deyirəm də. Tək ki, kim olur olsun, şərəfi ləyaqəti olmasa da, biraz vəzifəsi, imkanı olsa, deyər qoy qızımı verim, ya qız alım, ya belə. Peyğəmbər buyurdu, İyyâkum və həzrâud dimən. Sizə tövsiyə edirəm, zibilxanadan qızılgülün iynəməyin, zibilxanadan gül dərməyin. Deyirlər, bu nə deməkdir? Deyir, əl-mərətul həsna fi mənbiti su. Bir zibilxanada gözəl gül dərmək bənzəyir bir dənə xarab bir ailə. Lazım olmayan bir ailə. Amma orada bir qız var, zahiri görkəmi gözəldir biraz. Gülün gözəlliyi var axı. Zahiri gözəlliyi var. Amma bu xanım orada zibilliyin suyu ilə, torpağı ilə qidalanıb. Baxışsız bu ifadələrə görə. Zahiri gözəldir. Deyib, belə bir ailədən qız almıyorum. Zibilxana, amma gül gözəl. Oradan gül dərməzlər. Bu bir misaldır ya. Yəni zibilxanadan gül dərməyin. Bu misal bir misal budur. Başqa misallarda böyük üstadlar çəkiblər. Deyim, məsələn, görürsən, bir adamın içi xarabdır. Xarabdır, amma söz bir dənə qəşəng söz deyir. Aldadır səni. Söz qəşəngdir, amma bunun niyyəti xarabdır. Qəşəng sözdən səni bir xarab hədəf var, ora aparmaq istəyir. Bunun qəlbi zibillidir. Bir dənə qızıl gül bitib orada, yaxşı söz. Ayətullah Cavadamili bənzədirdi bəzi qəlbləri qəbrə.
Deyir, bəzi qəbirlər necə ki, Rozatun min riyazil cənnədir, cənnət bağlarından biridir. Xufratun min xufərin neyrandır, cəhənnəm çuxurlarından biridir. Bəzilərinin qəlbi cənnət bağı, bəzilərinin qəlbi cəhənnəm çuxuru. Deyir, bu qəlb ki xarabdır, iç ki xarabdır, batin ki xarabdır, hərdən bir qəşəng söz də deyə bilər. Aldam o qəşəng sözə. Çünki hədəfi xarabdır. Səni başqa yerə aparacaq. Məqsədi xarabdır. Xəzra ot diməndir. Qızıl gülü var amma zibilxanadır. Yaxşı. Ona görə hər qəşəng söz deyən o demək deyil ki, hələ hədəfi də, məqsədi də, niyyəti də qəşəngdir. Hansı zamanda yaşayırıq? Gəlin ona görə dərin baxaq məsələlərə. Məqsədi nədir, hədəfi nədir, niyyəti nədir? Bu çox mühümdür. Şeytan insana 100 dənə düz söz deyər. Axırda bir dənə yalan var onu demək üçün. O yalanla aldatmaq üçün. 100 dənə düzü deyər, axırda bir yalanla aldatmaq üçün. İnsan gələk müğayət olan. Bəzi vaxtlar tam ideal bir axtarış olur. Məsələn, deyir ki, belə bu tərəfdə də ifrat da var. Görürsən, qapısı döyülür. Deyir, yox, mən tam ideal, elə bir adam axtarıram ki, mələk gözləyir də gəlsin, qapısını döysün deyə. Elə atalar da vardı. İmanlı da istəyir, məsələn, o dönəmdə dolub. Biri yazdı, İmam Cavada məktub yazmışdı ki, gəlirlər qapıma qızım üçün. Amma da özüm kimisini tapa bilmirəm. Özüm kimi imanlı, özüm kimi əxlaqlı. Mən biraz sözü xoşuma gəlmədi, amma gördüm məktubda imam başqa söz yazmamışdı da onun əleyhinə ki, sən niyə özü bu qədər? Ola bilsin imanlıymış, indi belə deyək də, niyyəti xarab, pis deyilmiş bu sözü deməkdə. İmam ona dedi ki, yox, elə deyil. Allah sənə rəhm eləsin. Peyğəmbərimizdən, cəddimdən hədis budur ki, bir nəfər gəldi qapı döydün, əxlaqın və dinini bəyəndin. Yəni, onu əli boş göndərmə, eyb yoxdur. Əxlaqı gözəl, dini gözəl. Yaxşı bir insandır, sabah sən övladıvı gününü xarab eləməyəcək, ona versin, eyb yoxdur. Bu qədər də neynəmə, hə? O deyir, bu qədər də mələk gözləmə də, yəni gələcək elə. Elə ailələr var. Tamamilə. Müəyyən qədər heç olmasa bir qabındadır, yaxşı olsun, o ailədə də nə olar, daha da təkmilləşər də. Əl-ələ verərlər xanımla, oğlan, bir-birlərini əlindən tutarlar, mənəvi yolda, kamal yolunda hərəkət eləyərlər. Bu bizim dinimizin tövsiyəsidir. Amma əxlaq da mühüm faktordur. Mən gələn söhbətlərimdə eləyəcəm. Biri gəldi imama dedi, İmam Rıza'ya dedi, ağacan bir nəfər var, hər şey yaxşıdır, amma əxlaqı pisdir. Mən deyərdim, heç nə yaxşıdır onda. İndizdə əqidəsi yaxşı ola bilər bir insana. Yaxşı əqidə, yaxşı əxlaq da tələb eləyir axı. Dedi, hər şey yaxşıdır, amma əxlaqı pisdir. İmam buyurdu, yox, la tuzəvvic, vermə ona övladı, qızıvı. İnkənə fiz, inkənə seyyul xulq. Pis əxlaqın yəsizsə qızıvı bədbəxt eləmə. Yazıq olar övladın. Quranın yanaşması budur. Quranın yanaşması budur. Ayə deyəcəm sizə. Əl-xəbisat lil-xəbisin. Xəbis xanımlar xəbis kişilərə nəsib. Əl-xəbisun lil-xəbisat. Əksinə də belə. Xəbis xanımlar, xəbis kişi bu tərəfində deyir. Ət-tayyibatu lit-tayyibin. Pak kişilər pak xanımlarla. Ət-tayyibuna lit-tayyibat. Pak qadınlar pak kişilərlə ailə qursunlar. Ləhum məğfirətun və rizqun kərim ayənin sonunda deyir. Belə tapsalar bir-birlərini, bunların bir məğfirət də var Allahdan. Həmçinin nə var? Rizqun kərim. Yaxşı bir ruzi də onları gözləyir. Övladlarınızı pak insanlarla evləndirin. Cavanlar, pak insanlarla, xanımlar, bəylər, pak insanlarla ailə qurun. Mənəviyyatı olan insanlarla, mənəviyyatlı insanlarla. Çünki nikah iki ruhun peyvəndidir. İki dənə ruhun peyvəndidir. Kəbin ki, oxundu, siz aləm deyir orada bir-birinə, o hər işdə. İki ruhun peyvəndidir. Bu balaca məsələ deyil. Təkvin aləmində gör nə iş görürsən sən. İki ruh birləşir. Kiçik məsələ deyil, valla. Quran iman faktorunu önə çəkir. Qapuz döyüləndə, ya qızınızı verəndə, ya xanım alanda iman, iman. Ola bilər, bir cavan olar. Məsələn, amma yaxşı bir insan olur, buna görə danışım. Amma hələ ibadətə o qədər də meyilli, belə deyil, ibadətdən uzaqdır. Bəlkə də sən təsir göstərərsən ona, ibadətə gələr. İndi o da baxmaq lazımdır. Haradasa baxdı danışmaq olar, ya xanım, ya kişi tərəfdən də. Ola bilər, o ona təsir göstərəcək bu mənəvi yolda. Bu ya ona təsir göstərə bilər mənəvi yolda. Amma din əsasən iman faktorunu önə çəkir. Və la tənkihu əl-müşrikat hətta yu'minnə. Buyurur, imanlı xanımdan ailə qur. Yaxşı. Və lə'mətun mu'minə xeyrun min müşrikə. İmanlı xanım
İmanı olmayandan daha yaxşıdır. Vələv a'cabətkum. O birisi sizi daha da belə deyə pulu, gözəlliyi daha da sizə başqa təsir göstərsə də onu qoy kənara. Bu birisi daha mühümdür. Çünki imanı var bunun. Bunun imanı var. Və ailədə bir dənə də sizə gəlin qızıl söz deyim cavanlar üçün. İndi də hələ evlənənlərə də aiddir. Ailədə çox mühüm məsələlərdən biri necə ailə olacaqdan mühüm, necə ailə olacaq? Bundan mühüm, niyə ailə qururuq? Bax, bunun sualını tapmaq lazımdır. Niyə ailə qurursan, xanım? Niyə ailə qurursan, cavan? Ən mühüm suallardır. Bax, bu sual kilitdir. Bunu həll edin. Nişanlı vaxtında, bu haqda biraz danışın. O biraz hələ, buna da vaxt ayırın. Görsən, hələ bu bundan küsür, o ondan küsür, 3 gün bundan küsür, suyunu küsmək ki, bu biraz gəlsin, mənə danışdırsın, bu da xoşu gəlir. Bunları bildik, yaxşı da cavan sus, başa düşdük. Buna da bir vaxt ayırın. Mühüm mövzudur axı bu ailə. Niyə ailə qurursan, xanım? Niyə ailə qurursan kişi? Bu qalıb. Necə ailə olacaq, bunu söhbət edəcək, gedir. Necədən danışırlar? Sən birinci, niyə ailə qursa, onu danışırlar. Necəyə sonra keçərik? Müxtəlif səbəblər ola bilər. Məsələn, oğlan var, ailə qurur ki, öz əlim, öz başım, atamdan qutarım, müstəqil bir həyatımı yaşayayım. Bu hədəfi bu. Xanım ailə qurur ki, ana olmaq istəyirəm, övladım olsun. Bu hədəfi bu. Yaxşı. Ya məsələn, görsən, bu tərəfdən ya bəy, ya xanım ailə qurur mənəvi təkamül üçün. Biraz hədəfin böyüksə zuhura hazırlıq. Ya məsələn, görsən, bu tərəfdən ailənin hədəf var ki, məsələn, xoş yaşayaq, gəzək, gülək, danışaq, ailə bu. Hədəflər görsən nə qədər fərqlidir. İnanırsan, biri şərqdir, biri qərbdir. Məsələn də o qədər uzaq bir-birimizdən. Bunlar yola gedəcək. Bunlar yola getməyəcək. Bunların hədəfləri fərqlidir. 3-4 gündən nəsə olacaq ya. Məsələn, ola bilər xanım qəşəng yeməyə gətirib qoyacaqsan, kişinin qabağına biraz güləcəksiniz, 5 gün gələcək. Sonra təzədən qayıtacaq. Bu da gəlib bir dənə paltar alıb buna verəcək, 3 gün gələcək. Nə qədər paltar alıb yeməyə bişirəcəksiniz? Bir oturun bir-birinizdən danışın. Niyə ailə qururuq? Yaxşıdır da bu. Niyə ailə qurmuşuq? Yaxşı da bu getdi, 15 ilimiz belə getdi. Gəl bir oturaq 15 ildən sonra bir 15 ildə yaşayacaq. Sən mənə deyim, hədəfin nədir? Mən sənə deyim, hədəfim nədir? Bir-birinizdən danışın. Ən böyük müşkillərdən də bir ailədə problem var, amma biri-birinizlə 5-10 dəqiqə otursun, xanım kişi ilə söhbət eləsin, nə var, nə yoxdur. Problemi xanım gelir, rəfiqəsinə danışır, oğlan da gelir, dostuna danışır. Bir özünüzlə danışın. İnanın mənim bu sözümə ki, özünüz yığışıb bir yerə, biraz söhbət eləsiniz, bəlkə də məsələlər əli tapacaq. Mən dəqiq deyirəm sizə. Yadıma düşdü, o biraz üzümüz də gülsün. Mənə dostlardan biri danışdı, deyir, getmişdik başqa ölkəyə, neçə 10 nəfərə yaxın dost. Gəldik, çatdıq, indi oteldə qalırıq, otaqda da ayrılıb. 2 dostlar getdi, ərəsimiz 2-3 nəfər bir yerdə, məsələn, bir otaqda, o birisi. İndi 2 dənə dostumuz da bir otaqda qalmışdı. Axşam vaxtı deyir, biri gəldi, kondisioneri yandırdı, yatdı. Hava, ev otağın sərinləşdi, o birisi yuxudan durdu, gördü, soyuqdu, getdi, söndürdü. Bu durdu, gördü, istiri, getdi, yandırdı. Bu durdu, gördü, soyuqlu söndürdü. Təxminən səhərə qədər bir 10 dəfə bu yandırıb, 10 dəfə bu söndürüb. Amma bilmirlər nə var, nə yox. Səhər oldu, o biri düşdü birinci qabağa, getdi resepsiyona yaxınlaşır ki, qardaş, bu nə otaqdır, bu nə oteldir, belə otel olardı. Nə olub, qardaş? Deyir, bu nədir, yandırıram, kondisioneri sönür. Bu nə otaqdır axı? Belə otaq olar. Bu qədər də pul alır. Biraz danladı, bu çıxdı, getdi, keçdi kənar, o birisi gəldi, düşdü. Ya qardaş, dedi, bu nə otaqdır vermişsən? Nə olub axı? Deyir, bunu söndürürəm, kondisioner yanır. Deyir, axırda o resepsiyon qayıdır bunlara ki, qardaş, problem bizdədir, problem sizədir. Bir dənə 2 dəqiqə oturub söhbət edirsiniz bir-birinizlə. Biləcəksiniz nə var, nə yox. Biriniz yandırırsınız, biriniz söndürürsünüz. Siz özünüz aranızda söhbət eləməmişsiniz. Bu məsələləri bir-birinizlə danışsaydınız, mənim üstümə də gəlməyəcəydiniz. İndi bəzi vaxtlar 2 nəfər oturub 5 dəqiqə özü ilə söhbət edəsələr, biləcəklər ki, işığı kim yandırıb, kim söndürüb. Bir-birinə danışmırlar axı, bunlar dərdlərini danışmırlar. Bu neçə ildə evlənir, 2-3 ildir, məsələn 5 ildir yığışıb qalıb bunun içində. Anasına danışıb, bacısına danışıb. Bu da o birisi, o cümlə belə. Səbr edirik. Səbirdən mühüm məsələ həll edin. Məsələ həll edin. Oturun, dərdləşin. Bu bir məsələ. Və mühüm məsələ hədəf bəlli olmalıdır ailədə. Baxın, gənclər, niyə ailə qurursunuz? Xahiş edirəm, oturun, bir-birinizlə söhbət edin. Necə ailə olacaq da? Mühüm
Niyə ailə qururuq sualıdır. Bunu həll ediyorsun. Evlənənlər, eyb yoxdur. Deyərsən, qardaş, daha mənim nəvəm var, nə bilim, mənim övladım. Eyb yox. O, ülvi hədəflərlə bir 5 ildə yaşamağın yeri var. Ailə qoy değişilsin. Aba havası değişilsin. Bir istiqamətə gedin də. Gələsiniz bir mərkəzə də. Bir hədəfə tərəf gedəsiniz. Mən deyərdim ki, bu danışdığım ikinci cümlədə ən mühüm cümlələrdən biri bu idi. Niyə ailə qururuq? Bunun haqqında düşünməyə dəyər. Hətta Quran özü düşünməyə dəvət edib ailə mövzusuna. Baxın ayə. Və min ayatihi. Və min ayatihi deyərəm inşallah ayə yazsınlar gələn cümlədən. Və min ayatihi ən xalaqa lakum min anfusikum azvajan litaskunu ilayha və ja'ala beynakum mawaddatan və rahma inne fi zalika la ayatin liqaumin yetefekkerun. Ailədən danışır. Axırı deyəcəyi söz budur ki, niyə ailə qurun? Aramlaşasınız, rahatlaşasınız, mənəvi huzur duyasınız və mənəvi huzur duyduğunuz yerdə də Allaha tərəf hərəkət edəsiniz. Bu öz yerində sonda Allah deyir liqaumin yetefekkerun. Təfəkkür edənlər üçün burada mövzular var. Yəni Allah ailə mövzusunu bizi təfəkkürə çəkir, düşünməyə. Ən mühüm təfəkkür də budur ki, ailə mövzusu niyə ailə qururuq? Bunu həll ediyin. Və yaxud niyə ailə qurmuşuq neçə ildir? Bunu həll ediyin. Allah inşallah bizi öz əlimizdən tutsun. Velhamdülillah Rabbil aləmin. Allahümmə inna nəsəluke və nəd'uk. Bismikəl əzizəl əzəm, əl-əcəllil əkrəm. Allah sənə də verəm izzət və cəlalı və kərəmi və rəhməti və mərhəməti və bu əllər ki, sənin dərgahıva qaldırmışıq. İlk əvvəl duamız, imam-ı zamanımızın zuhurunu təcil elə.